Melek yine bir yeni video çəkirəm. Bu gül gördüğünüz bu gül 20 manatda qiyməti satışdadır. Sonra bu var. Sonra bu gül. Bir adı var. Ondandır. Artıq bulan qabları dəyişmək. Bu Monstera'da. İstəyənlər mesaj yerinə yazsın. Bu gül heç bu özünün Sonra belə biri var. Gül. Bu 5 manatda. Begonya, yağlı begonya deyirlər. Sonra bu gül. Baxın. Bunların qabların hamısını dəyişmək lazımdır. Belə bir sortdur. Sonra bu mələk qanadının başqa bir sortdur. Görürsünüz nə qəşəngdir. Bunun yarpağının bir hissəsində belə olur. Sonra çoxdan axtardığım güllərdən biri də buydu. Bu deyəsən Yapon pul gülüdür. Bunlar da qəşəng güllərdir. Sonra bu Defim Bahiyadır. Nəsə belə. Yəni kim istəsə yayılmış güllərdən biridir. yazar. Bir də bu var. Televizorun səsi düşür bircə dəqiqə. Sonra bu. Kameraya yaxşı açıq ayrı şəkildə düşmür. Sonra bu gül. Bu piyalka tumurcuqludur. Sonra mum çiçeği. İndi gedirəm çölə. Çöldəkiləri göstərim. Ha, içəridəkilərdən də göstərim. Bu gül. Şefleradır. Yarpağına bakın, yarpağının sortu bu sorttu. İçeri koymuşam nədir? Yarpaqları tökülür. Yeri isti olub nədir? Tökülür yarpaq içeride. Bilmirəm bunu. Yerini değişəndə güllər adətən deyirlər stres yaşayır. Düzüymüş o. Eybi yox. Sonra ana ürəyi budur. Buradan yarpaq da koydum. Sonra bu gül. Bu gül. Bunlar hamısı satışdadır. Sonra burada malaçoy. Sonra peyğəmbər qılıcı lap yaşıl olanı da. Bu. Sonra bu gül. Bu da. Bu peyğəmbər qılıcının məndə 3 ədəddir. Bir də çöldə olmalıdır. Bunlar. Yəni istəyənlər yazın. Sonra burada Ogulanema var. İndi çıxıram çölə. Hə, bir də burada mənim bambum var. 10 manatdır. Baxın. Bambu özdə köhlüdür, bax. Köhlüdür, bambudur. Bambu çiçeği. Bundan artırmışam. 3 ədəd idi. Birini satmışam. İkisini satmışam, estağfurullah. Yox. Birini satmışam. Biri başında qalıb, biri də budur. Hə, birini satmışam. 3 dənə belə düzəlib çıxmışdı. İndi bilmirəm yerindən çıxacaqdım ha. Onu Allah bilir. Mən bilmirəm. Sonra canım sizə desin burada yenə güllərim var. Bunları çəkim, göstərim sizə. Daha belə pul güllərim var. İstəyənlər yazsınlar. Yazsınlar. WhatsApp'ım da var. WhatsApp'a yazsınlar. Mən telefon nömrəmi WhatsApp'dan yazarım. Sonra belə bir gül. Bu 5 manat. Maraqlı olanlar. Bunlar ama 3 manatlıq güldür. Bunlar da 3 manat. Kala. Görün pəncərədə güllər nə gözəl görürsünüz. Bunlara bax. Qəşəng görünür elə. Sonra belə güllərim də var. Hələ bunlara baxın. Bu gül də 20 manatda. Bu gül 10 manatda. O içəridəki 20 manatlığın balacasıdır. Sonra sarı kitayski. 15 manat. Özde limon sarısı açır ha. Böyle o yanı bu yanı yok. Sonra Difan Bahya. 15 manat da kraton. 20 manat da kəpənək gülü 5 manat. Sonra belə güllərim var. Sonra buradan indi gəlim. Buna əsas budur. Baxın görün nə gözəldir. Gülün gözəlliyinə baxın. Bakın. Ben bu istəyirəm ortasındaki tənə o balaca olan çiçeği göstərim.
Bir yandan da baxın tumucuqlar qoy. Baxın başı da olub tumucuqlar. İndi qış üzünü açacaq yeri üstü olsa. Sonra belə begoniyam da var. Bu 25 manatdır. Begonvil begoniya deyirəm çaşmışam. Bu da buradan da qırmışdım. Təzədən yarpaqlar qoyur yenə. Hə, beləsi buralarından da yarpaq qoy. Bu sarıdır. O 25 manatdır, bu 75 manat. Sonra belə lavantam var. Belə ətir şahım var. Burada da yenə belə gülüm var 3 manat. Amma bu 5 manatdır. Sonra bax, burada gəldim, burada bir bardoğlu qızıl gül var. Tay bunun rənginə baxın. Aşağısı qara kimidir. Telefonda yaxşı düşmür. Yüzü qırmızıdır, baxın. Gözəlliyə baxın. İstəyənlər yazsın. Sonra həyətdə belə bir gülüm var. Bu 25 manatdan aşağıdır. Baxın. Yeri biraz isti olsa, ilin 12 ayı çiçəklidir. Baxın, bir yandan da tumucuqdur. Başı dolu tumucuqdur. Baxın, bir yandan tumucuqdur. Bir yandan da çiçəkliyir. Sonra belə güllərim var. Biri 3 manat. Bax, Meksika petunyasıdır bu. 3 manat. Bunların da yeri günəşli isti olsa çiçəkliyir. Bunun özü də çiçəkliyən güldür. Bu da bax, tumucuq qoyur. Sonra deməyin ki, yalan danışır. Sonra bunlar, bu indi fərqli açır. Bunu bilmirəm nədən yazır. Sonra belə burada, belə kaktus da var. Bu 10 manatdır. Bu kaktus, fərqli kaktusdur. Onun burada belə balaca dənələri var. Birini 1 manata verirəm. Amma bunların biri 5 manatdır. Bunlar elə gözəl açır. Bunun içində qat-qat açanı da var. Tək açanı. Bir dənəsini belə götürüb 5 manat verirəm. Amma hamısı bir yerdə 25 manat. Bu da burada belə 5 manatda da var. 25 manata verirəndə valla alan uduzmur. Çünki burada 7-8 dənə topa var. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Hələ düz demişim. Hələ bal alacaqlarını demirəm. 8 dənə. Sonra burada da gəldim, bu var. Mənzərə kaktus. Dibindən də tənəklə hayva ağacı çıxır. Bizim hayvan sortundan bu qəşək sort. Pişirib yeyirik, qaynadırıq, yeyirik. Qəşək də dadı tam olur. Belə sulu turşan ki hayvadır. Bazardan alırıq çörək kimi, elə bilmirsən çörək mi yiyirsən yoxsa hayvan. Amma bu qəşək sortdur. Sonra İran xurması 35 manatdır. 15 manata aloe vera baxın. Göydəsinə çox ellikdir, dibindən təzdən balalar verir. Amaralis 15 manat. Yenə həmən güldən 5 manat. Sonra kalan şolar razı, daha deyənmərəm nə qədər. Sonra bu gül. Bu gülün özündə 5 manata verirəm balaca. Bunlar 10 manatdır. Nə bilim, maraqlananlar yazsın da. Çoxuna qiymətini demirəm, yazarsınız, bilərsiniz. Sonra bu güldə. Kral tacı deyirlər, nə deyirlər, bilmirəm, belə bir adı var. Sonra klivyadır. 25 manata. Nə bilim. Var da güllər. Sonra belə sukulent var. İstəyənlər yazsın. Sonra amaralis. Bu 10 manatdır. Bu biraz balacadır. Sonra bu gül. 3 manata nə verirlər? İnsafdır mı? Baxın, görün nə gözəllikdir. 3 manatdır bu. Bax. Bu başı dolu çiçəkli gül 3 manat. Özü bu narıncı rəngdədir. Baxın, nə gözəldir. 3 manat. Mənim özüm gül dəlisiyim. Baxın. Pəncərəmin önü dolu deyil. Ağ kitayskidir, onu satmıram. Bunlar mənim öz güllərimdir. Yəni, bunlar satışlı olan güllər deyil. Sonra bu gül 5 manatdır. İstəyən elə 3 manata da verərəm. Bizə gəlin alın. Sonra bu 3 manatdır, o 5 manatdır olmuş. Bu bəzəkli güldür, sarmaşıq. Yarpağına neçə quruyubdur yarpaqları. Təmizləmək lazım. 3 manata verirəm bunu da. Özü o bir adi sarmaşıqların taydı, variqatının övdür. Bəzəklidir, qəşəkdir. Baxın, yarpağı belədir. Yəni, elə-belə gül deyil. Atmıram, suya qoyuram, bunu hafifdir. Neyse. Basaq bunu bura. Bu da mənim həyatımın
Bağbanıdır. Bu da yenə karasiyada. Bunlar da yenə 3 manatlıq güllərdir. Baxın 3 manat. Buna baxın. Çiçəyə durub. Bu ya narıncı açanı ya qırmızı qat-qat. Amma qat-qatdır. Narıncı da açsa qat-qatdır. Sonra bu göyrəkdə açır. Buna sarmaşıq bənövşə deyirlər. Nə deyirlər? Zəfəran deyirsən. Sonra bu gül. Bu da çiçəyə durub. Elə gözəl çiçək açır bu sarı rəngdə. Narıncıya salan sarı. Qəşəng çiçəklər açır. Sonra bu. Bunlar da nə bilim, hamı deyir sarı rəngdə çiçək açır, bilmirəm. Görməmişəm. Neçə ildir məndə də görməmişəm çiçək açdım. Sonra bu oradakı bəzəkli sarmaşığım. Həm yaşılı, həm belə bəzəkli. Bu da 3 manat. Yəni bunu da 3 manata verin. Balaca aloe verirəm. Sonra canım sizə desəm, bu da yenə 10 manat da bu meyvə gətirən kaktüsdür, həyat kaktüsü. Qutarı verib satmışam, bunu yaman alırdılar. Uca qalmayıb məndə, bir dənə qalanım budur. Sonra qızıl güllərim də var. Bir də yəni burada sarısan qızıl gülüm var. Baxın. Yəni bu qədər. Alanlar yenə deyirəm, mesaj yerindən yazsınlar, mən dəqiqim var göstərim. Sonra belə bir qavım var. Sonra bir də bu yəni sarmaşıqların peyvəndi olunmuşu. Bunu da elə 3 manata verəcəm. İstəyən olsa, yəni endirim eləyəcəm, narazı getməyəcəm. Vallahi endirim eləyəcəm. Üzü qışadır. Mən sırf gül satışı ilə məşğul olmuram. Sadəcə olaraq gülləri sevirəm, alıram. Elə endirim eləyəcəm, deyəcəksiniz elə 50% endirim eləyir. Çox gül alana vallahi 50% yeri gəlsə endirim eləyəcəm. Amma çox gül alana. Bir dənə 2 dənə yox. Çox gül alana bir yerdən satacağım. Çox ucuz qiymətə də. Çox ucuz qiymətə. Evdə qara fiksum da var. Onu o qədər çəkmişəm, daha yorulmuşam. Böyükdür, indi 55 manat, amma çox gül alana yəqin ki bir 20 manat keçəcəm. Bunu təsəvvür eləndə. Amma çox gül alana.